İmam Zaman deyir, zuhur eləyəndə 313 nəfər dərhal onun yanında olacaq. Sual verirəm, o 313 nəfər bekar adamlardır. Yox, bəlkə də birinin pulu var, imkanı var, biznesi var filan. Amma imam gəlib vəssalam, o qədər yükləri azaddır ki, yükləri yüngüldür ki, heç nə. Birdən-birə hər şeyi qoyub getməyi bacarırlar. Hər şeyi qoyub getməyi bacarırlar. Bu şəkildədir. Ağır imtahanlardan əvvəl insan gərək ona hazır olsun bu şəkildə. Və ya yaddan çıxartmayın. O dövrün ən yaxşı, biz deyirik Kufəli. O dövrün ən yaxşı cəmaatı Kufəli idi, bilirsiniz. Niyə İmam Hüseynin qatili Şamlılar olmadı, Bəsrəlilər olmadı, Kufəlilər oldu? Allah mesaj ötürür ki, bunlardan çıxmalıdır Hüseyin qatili. Yaxşı sayılan cəmaat idi. Bəsrəyə İmam Hüseyin nümayəndə göndərdi, heç içəri girməyə qoymadılar, öldürdülər. Şam ki, bilirsiniz necə idi. Amma əlini görən adamlar Hüseyni qətlə yetirməlidir. Bunda təhlükə var bizim kimilər üçün, bizim kimi insanlar üçün.